Ödəmə mənbəyində vergi əslində ayrıca vergi növü deyil. Bu, gəliri əldə edən şəxsin əvəzinə həmin gəliri ödəyən şəxs tərəfindən büdcəyə ödənilən vergidir. Yəni, əgər Azərbaycan rezidenti xarici şirkətə ödəniş edirsə, bəzi hallarda bu ödənişdən vergi tutulmalı, bəyan edilməli və dövlət büdcəsinə köçürülməlidir. Burada ən vacib məqamlardan biri güzəştli vergi ölkələridir. Qanunvericiliyə görə, əgər ödəniş belə ölkələrdə qeydiyyatdan keçmiş şirkətlərə və ya onların bank hesablarına edilirsə, bu gəlir Azərbaycan mənbəyindən hesab olunur və 10% vergi tutulmalıdır. Əks halda, vergi orqanı bunu aşkar edərsə, ödənilməmiş vergi tutulur və üzərinə 50% maliyyə sanksiyası tətbiq olunur. Üstəlik, banklar bu cür köçürmələr barədə mütəmadi olaraq vergi orqanlarına məlumat təqdim etdiyindən, belə əməliyyatların diqqətdən kənar qalması demək olar ki, mümkün deyil. Vergi Məcəlləsinin 128.2-ci maddəsinə əsasən, güzəştli vergi ölkələri dedikdə, vergi dərəcəsi aşağı olan və ya maliyyə məlumatlarının məxfiliyini qoruyan ölkələr başa düşülür. Bu siyahıya Hong Kong, Panama, Monaco kimi ölkələr daxildir və hər il yenilənir. Siyahının tam variantı ilə Dövlət Vergi Xidmətinin internet saytında tanış olmaq mümkündür. Ona görə də xarici ödəniş edərkən yalnız qiymətə yox, vergi risklərinə də diqqət yetirmək vacibdir.